Salam, hər vaxtınız xeyir olsun. Mən biologiya müəllimi Ayşən müəllimə. İzahıma başlamazdan əvvəl bir elanı diqqətinizə çatdırmaq istəyirəm. Onlayn dərslərə qoşulmaq üçün bioda qeyd olunan WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu gün mən sizlərə imtahana da düşmüş, görmə qüsurlarından olan yaxından görmə və uzaqdan görmə haqqında qısa və lakarik məlumat verəcəm. Bildiyimiz kimi uşaqlar 2 il əvvəl bu qüsurlarla bağlı situasiya sualı düşmüşdü. Yəni imtahanda biz yaxından görmə və uzaqdan görmə xəstəliyini gördük. Həmin il görmə qüsurları ilə bağlı, görmə ilə bağlı bir sual da var idi. Yəni situasiyadan əlavə. Ona görə də yenidən imtahanda qarşımıza çıxa biləcəyini nəzərə alıb, mütləq şəkildə bu qüsurlara diqqət etməliyik. Yaxından görmə. Əvvəlcə onu qeyd edeyim ki, abituriyentlərin ən çox səhv saldığı məqam odur ki, yəni xəstəliyin adı yaxından görmə olduğu üçün abituriyentlər elə başa düşür ki, belə insanlar yaxını zəif görür. Lakin xəstəliyin adı yaxşı gördüyü yerlə bağlıdır. Yəni yaxından görmə xəstəliyi olan insanlarda yaxındakı əşyaların görüntüsü çox yaxşıdır. Yəni yaxşı görürlər. Və uzaqdakı əşyaları zəif və dumanlı görürlər. Əksinə, uzaqdan görmə qüsuru olan şəxslərdə uzaqdakı əşyalar yaxşı görünür, yaxındakı əşyalar isə zəif və ya dumanlı görsənir. Deməli, xəstəliyin adı görmədiyi yox, zəif gördüyü yox, əslində yaxşı gördüyü yerlə bağlıdır. Hər iki xəstəlik 2 səbəbdən yarana bilər. Anadan gəlmə və sonradan qazanılır. Baxaq, yaxından görmə, anadan gəlmə o zaman olur ki, göz alması belə insanlar doğularkən göz alması normadan çox uzunsov olur. Yəni normal göz almasından daha uzunsov olur. Ola bilər ki, insan doğularkən göz almasının ölçüsü normal olur, lakin sonradan onda yaxından görmə yaranır. Bunun səbəbi sonradan qazanılan yaxından görmə billurun qabarıqlığının artması ilə bağlıdır. Əziz abituriyentlər, mən başa düşürəm, bunu əzbərləməkdə ola bilsin ki, çətinlik çəkirsiniz. Mən həmişə öz abituriyentlərimə nə deyirəm? Deməli, burada yaxın sözü var və bunun anadan gəlmə göz almasının yaxın bir növ qısaya daha yaxındır da. Göz almasının uzunsovluğunu tam əks bir şey görürük burada. Amma göz alması uzunsov olanda həm də billurun qabarıqlığı da çox olur. Uzanır və çoxalır. Bax belə yadda saxlayın. Yaxından görmədə göz alması uzanır və qabarıqlıq artır. Yaxından görmə ilə uzunsov və qabarıqlıq arasında təzad olsa da, uzunsovla qabarıqlıq arasında bir yaxınlıq var. Bu formada yadda saxlaya bilərsiniz. Eyni zamanda uzaqdan görmənin anadan gəlmə səbəbi göz almasının qısa olmasıdır. Belə insanlar doğularkən onların göz alması normadan daha qısa olur. Ancaq ola bilər ki, göz alması normal olur, lakin müəyyən belə deyək, şəxslərdə sonradan uzaqdan görmə yaranır. Sonradan qazanılan uzaqdan görmə billurun qabarıqlığının azalması ilə bağlıdır. Əziz abituriyentlər, gəlin burada baxaq. Uzaq və göz alması qısa. Burada bir təzad var. Uzaqda qısadır göz alması. Lakin qısa ilə qabarıqlığın azalması arasında bir yaxınlıq var. Göz alması nə zaman qısalırsa, billurun qabarıqlığı o zaman azalır. Bax, bu formada yadınızda saxlayın. Təbii ki, bunun bir elmi açıqlaması yoxdur. Bu yadda saxlamanı asanlaşdırmaq üçündür. Yaxından görmə zamanı uzaqdakı əşyaların xəyalı torlu qişanın önündə alınır. Bir növ torlu qişaya çatmır. Burada da belə deyək, səhv salınan məqamdır. Bu testlərdə bizim qarşımıza çıxa bilir. Yaxından görmə zamanı yaxındakı yox, əziz abituriyentlər, uzaqdakı əşyaların xəyalı torlu qişaya çatmır. Ona görə də şəxs yaxını yaxşı görür. Uzaqdakı əşyalar torlu qişaya çatmadığı üçün, axı torlu qişaya çatmırsa, onu necə görmək olar? Mütləq xəyal torlu qişaya çatmalıdır. Və bildiyimiz kimi xəyal torlu qişada tərsinə alınır. Bizim baş beyin yarımkürələrinin ənsə payında, yəni görmə mərkəzində həmin tərsinə xəyal artıq çevrilmiş olur. Yəni biz əşyaları düz görürük. Deməli, uzaqdakı əşyaların xəyalı torlu qişaya çatmır, yaxından görmə
qüsurunda. Ancaq uzaqdan görmədə isə yaxındakı əşyaların xəyalı torlu qişanı keçir və ya torlu qişanın arxasında alınır. Buna görə də baxın, uzaqdan görmədə şəxs uzağı yaxşı görür, yaxını yaxşı görmür. Ona görə də deyirik ki, yaxındakı əşyaları ona görə yaxşı görmür ki, yaxında olan əşyaların xəyalı torlu qişanı keçir, onun arxasında alınır. Torlu qişanı halbuki üzərinə düşməlidir. Beləliklə uzaqdan görmə qüsuru yaranır. Yaxından görmə zamanı həmin şəxslərə hər iki tərəfi çökük, səpici linza. Baxın, səpici və çökük hər iki tərəfi. Linza həkim yazır. Yəni onların eynəyi çökük linza olur, səpici linza olur. Həmişə mən abituriyentlərə deyirəm ki, yaxından görən şəxslər uzağı zəif görür. Bir növ onların linzası səpərək uzağı da görməyə çalışır. Səpdikcə də çöküklük yaranır. Təbii ki, bu da yadda saxlamağın bir yoludur sadəcə və belə linzalar mənfi linzalar adlanır. Uzaqdan görmə zamanı isə hər iki tərəf, yəni bu qüsuru aradan qaldırmaq üçün hər iki tərəfi qabarıq və ya toplayıcı linzadan istifadə olunur. Yenə də mən öz abituriyentlərimə həmişə belə yadda saxlamasını tapşırıram. Uzaqdan görmə zamanı şəxs uzağı yaxşı görür, yaxını zəif görür. Beləliklə ona elə linza verirlər ki, o toplaya-toplaya gəlsin, yaxındakı əşyaları da görsün. Topladıqca da qabarıqlaşır. Belə linzalar müsbət yüklü linzalardır. Əziz abituriyentlər, biz yaxından görmədə billurun qabarıqlığının artdığını görürük. Normadan artıq olur billurun qabarıqlığı. Bu qabarıqlığı nizamlamaq üçün, aradan götürmək üçün təbii ki, onu hər iki tərəfi çökük linza məsləhət görülür, həkim yazır, təyin edir. Billurun artmış qabarıqlığını çökük linza aradan qaldırır. Beləliklə, belə şəxslər sadəcə yaxını yox, uzaqdakı əşyaları da görə bilirlər. Uzaqdan görmə zamanı isə billurun qabarıqlığı görürsünüz, burada yazmışıq. Necə olur? Azalır. Qabarıqlığı azalan billurun qabarıqlığını normaya gətirib, yaxındakı əşyaları da görmək lazımdır. Ona görə də belə şəxslərə qabarıq linza həkim məsləhət görür, təyin edir. Yəni, billurun qabarıqlığı azaldığı üçün həmin şəxslər qabarıq linzadan istifadə edir. Bu arada biraz nasazam, səsimə görə üzürlü sayın. Keçək növbəti slayda. Növbəti slaydda, əziz abituriyentlər, biz nə görürük? Bax, biz burada həmin yaxından görmə və uzaqdan görmə qüsurlarını görürük. Fikir verin. Burada biz görürük ki, əşyanın xəyalı torlu qişanın önündə alınıb. Torlu qişaya çatmayıb. Tərsinə alınması isə normaldır. Belə şəxslər yaxını yaxşı görür, uzağı görmür. Bu yaxından görmə qüsurudur. Bayaq da qeyd etdik ki, belə şəxslərə hər iki tərəfi çökük, səpici linza məsləhət görülür. Beləliklə, fikir versiniz, torlu qişaya çatmayan xəyal artıq torlu qişaya çatdı. Burada çatmırdı, burada çatdı. Bu, belə yaxından görmə xəstəliyinə tibbdə miopiya deyilir. Uzaqdan görmədə əşyanın, bax, insanın xəyalı torlu qişanı keçib. Halbuki torlu qişada alınmalı idi. Həmin insanlara qabarıq linza məsləhət görülür. Və qabarıq linza əşyanın xəyalını gətirib görürsünüz, burada torlu qişaya salıb. Ona görə də biz qeyd edirik ki, deməli, uzaqdan görmə zamanı xəstələrə qabarıq linza məsləhət görülür. Uzaqdan görmə tibbdə hipermetropiya adlanır. Bir də var astigmatizm. Bu videoda bu xəstəlik haqqında, yəni danışmağı planlaşdırmamışam. Lakin qısaca deyim ki, burada billurun ümumi hamarlığında problem olur və billur şüaları bir nöqtəyə fokuslandırmalı olduğu halda müxtəlif nöqtəyə fokuslandırdığı üçün belə insanlar nə yaxını nə də uzağı yaxşı görmür. Burada isə uşaqlar, mən billurun əsas funksiyalarını qeyd etmişəm. Billurun funksiyaları işıq şüalarını sındırmaq, gözə daxil olan işıq şüaları billurdan keçərək istiqaməti dəyişir və torlu qişaya yönəlir. Görüntünü torlu qişada fokuslaşdırır. Billur işıq şüalarını elə yönəldir ki, görüntü torlu qişada dəqiq yaransın. Akkomodasiya edir, yəni formanı dəyişir. Billurun qabarıqlığı dəyişərək həm yaxındakı, həm də uzaqdakı cisimləri görməyə kömək edir.